Yaxşı yadımdadır, 59-cu ildə musiqiçilər toy çalırlardı bizim qonşu kətdə. O cümlədən məni də toya dəvət eləmişlər. Məni onlar orada xahiş elədilər, oxudum elədim, xoşlarına gəldi. Onlar mənə dedi ki, sən rayon yerində qalmaqdan sonra Mingəçevirə gəlsən yaxşıdır. Mən də 60-cı ildə gəldim, Mingəçevirə gəldim. Məni apardılar, o vaxtı Səməd Furqun adından Mədəniyyət Sarayı idi. Mədəniyyət Sarayına. Gördüm, yaxşı ansambl var. Bunlar məni oxutdular, xoşlarına gəldi. O cümlədən də elə məni işə götürdülər, mən qaldım burada. 60-cı ildən bəridir ki, mən Mingəçevir şəhərində fəaliyyət göstərirəm. Sonra adımdan afişə çıxartdılar. Çox yerlərə buradan biz konsertlərə zada getmişik. Çox belə Respublika səviyyəli ansamblidir vaxtı, ansamblımız. Sonra bir neçə dəfə festivallara getmişik. 62-ci ildə, 67-də Şəlalə verilişi vardı. Bütün hamısında bunların mən iştirak eləmişəm, hamısında da fəxri fərmanlarım, diplomlarım var. Mingəçevir şəhərinə mənim böyük bağlılığım oldu. Ansambl Kür ansamblı idi. Ansamblların üzvlərindən rəhmətli Kələbiyev Abdullah vardı. Ağagül Əliyev idi, Bəhram Ağalarov idi, Lətifə Ələsgərov idi. Lətifə ilə mən pastiyanlı duet oxuyardım. 2 saat yarımlıq konsertin 1 saatını elə Lətifə ilə mən duet oxuyurdum. Bizim ansambl Respublika səviyyəli ansambl idi. Elə belə ansambl deyil idi. Bütün bu rayonlar arasında hamı rayonlardan gələnlər də həsəd aparırdı ki, Mingəçevirin belə gözəl ansamblı vardı. O vaxtı konsertə çox maraq var idi, həddindən artıq. Bizim konsertlər anşlaq olardı həmişə. Elə qalxoz olurdu ki,
Bir günde 2 konsert dalbadal bize deyirlər ki, qalın, xoşlarına gəldiklərinə görə saxlayırlardı. 2 konsert verirdik. Çox gözəl, belə maraqla cəmaat bizlə maraqlanırdı. Çox kolxozlara, çox rayonlara biz getmişik, konsert də vermişik. Hamısı da bizdən belə 100%-dən də artıq razı qalıbdı. Çox gözəl ənənələr, çox gözəl belə işləklər olurdu vaxtı. Yaxşı yadımdadır, 62-ci ildə Respublikada festival keçirilirdi. O cümlədən biz də getmişdik Bakıya festivala. Rast dəstgahını biz kompleks şəkildə hazırlamışdıq. Mən idim, Ağagül Əliyev idi, Cavanşir Hüseynov idi, Bəhram Ağalarov idi, Samaya Hüseynov idi, Lətifə Ələsgərov idi. Rast dəstgahını biz hissə-hissə oxuyurduq. Biz bunu dəniz qırağında, parkda oxuduq rast dəstgahını. Sonra bizi Dağüstü parka apardılar. Cəmaat nətəri bizə xoşu gəlmişdisə bizdən. Elə cəmaatın çoxsu da bizim dalımızdan Dağüstü parka gəldilər. Bir neçə yerlərdə olduq, çoxsu o yerlərin adı yadından çıxıbdı. Hamısında da bizim dalımızdan o cəmaat elə bil hərlənirdi. Elə gözəl çıxışlarımız olub bizim Bakıda. Sonra 67-ci ildə İncəsənət Festivalında olmuşam. 62-ci ildə 2-ci dərəcəli diplom almışdım. 67-ci ildə 3-cü dərəcəli İncəsənət Festivalı lavreatı olmuşam. Ondan sonra Şəlaliyə getmişik, çox festivallara getmişik, çox, saysız hesabsız. 1-ci dərəcəli, 2-ci dərəcəli belə diplomlara layiq görülübdü bizim uşaqlar hamısı. Təhmən yox, hamısı. Bizim əsas konsertimiz Səməd Vurğun adına Mədəniyyət Sarayında olurdu. Sonra Nərmanov klubu vardı Praberikdə, sağ sahildə. Orada çox konsertimiz olurdu. İndi əfsus ki, Nərmanov klubu yoxdur. Sonra Üçxozda bizim klubumuz vardı, Üçxozda olurduq. Komsomol klubu var idi. Bir neçə klublar vardı. Sonra biz hər axşam Kürün qırağında pastayanlı konsertimiz olurdu. Letni klubda Səməd Vurğun adına, Səməd Vurğun heykəlinin yanında Letni klubda çox konsertimiz olurdu. Mingəçevirin hər yerində, Mingəçevir kəndində də bizim klubumuz vardı. İndi də var hal-hazırda. Orada çox konsertlər verirdik. Cəmaat həmişə bizim konsertlərdə anşlaq olurdu. Bizim bədii rəhbərimiz də Ağagül Əliyev idi. Bizlə konsert verən yoldaşlardan Cavanşir Hüseynov dünyasını dəyişdi. Lətifə Ələsgərova dünyasını dəyişdi. Kələbiyev Abdullah dünyasını dəyişdi. İndi
Qalan elə Ağagül Əliyevdir, bir mənəm o qruppadan qalan. Bir də Bəhram Ağalarovdur. O da müəllimdir, müəllimliyi ilə məşğuldur. Gedirəm, hərdən görsən, gəzirəm o klubları, yerlərin zadını, gənclik illərimi yadıma salıram. Gənclik illərimi elə yadıma salıram. Deyirəm, elə mən gəncliyimdə buralarda çox konsertlər vermişik, çox xidmət eləmişik xalqımıza. Təəssüf ki, indi klublardan bir neçəsi ləğv olubdur. Olanlar da varsa da fəaliyyəti zadı bir o qədər yoxdur. Elə varından yoxa çıxıb. Xan əminin səsidir. Səs Xan əminin səsidir. İlahidən gələn səsdir. İlahi vergisidir. Aylarla, illərlə oturub qulaq assaq, elə həmişə qulaq asmaq istəyərsən ki, bu kişi xandır. Xan gəldi, xan getdi. Allah rəhmət eləsin. Çox böyük varlıqdır, çox böyük varlığıdır. Amma Allah Teala əlimizdən tez aldı. Bizim qonşu rayonlara, toylara gedərdik. Yaxşı oxuyanlar var idi. Mən çox yoldaşlıq eləmişəm Yevlaxlı İdrislə, İdris Nəbiyevlə, Arif Babayevlə, rəhmətli Yaqub Məmmədovla, rəhmətli Eynullah Cəbrailovla, Bərdədən Kor Calal deyirlərdi, Şuşalı idi. Çox gözəl oxuyan idi. Bunlarla çox yoldaşlıq eləmişəm. İndi onların içində rəhmətə gedənlər var, sağ qalanlar da var, Allah ömür versin, elə yaşasınlar. Çox ləyaqlı oxuyanlarımız var, çox ləyaqlı. İdrisə Zil İdris deyirlər, Zil İdris. Dahi insanlardır. Allah onlara kömək olsun. Allah pənahında saxlasın sağ qalanları. Mənim 73 yaşım var. Bir yolla mı, hara ilə gedəndə baxıram ki, muğamat xalq mahnıları çalıb oxuyurlar. Özümdən asılı olmayaraq mən də onlarla bərabər zümzümə eləyirəm. Zümzümə eləyirəm. Bu muğamat xalq mahnısı mənim qanımda, canımdadır, ana laylasıdır. Bunu bizdən əvvəlkilər yaşadıbdır, ötürüblər bizə. Biz də yaşamışıq bu devri, indi yaş nəsilə biz tövsiyə edirik ki, bunlar da bu xalq mahnısını, muğamatı qorusunlar, yaxşı tərənnüm eləsinlər.